normal həyatını sürdürən, orta yaşlarda təhsil verən müəllimə xanım anidən bir tərəfin işləməməsi, danışığın getməsi diaqnozuyla bizə baş vurdu. Bakı Sağlamlıq Mərkəzinin peşəkar komandası yenə də vaxt itirmədən sürətli bir şəkildə xəstənin diaqnozunu qoyaraq anjiyo laboratoriyasına xəstəni çatdırdı və vaxtında müdaxilə olunaraq xəstənin əməliyyat masasında işləməyən sağ əl, sağ ayağı hərəkəti tam bir şəkildə bərpa etdi. Xəstə nevrolojik defisitsiz evinə yola salındı. Bununla bölüşməyimizin səbəbi nədir? Səbəbi budur ki, biləsiniz ki, insult necə ki ölümcüldür və həyatı dəyişdirə bilən bir patologiyadır. Eyni şəkildə də vaxtında olan müdaxilələr insanın həyatında bu xəstəliyi fəsadsız keçirməsinə səbəb ola bilər.